Səmavi Ata, dərsimizə xeyir dua ver, tələbələrimizə, dinləyicilərimizə xeyir dua ver, öyrət bizi, sənin müqəddəs adından dua edirik, amin. 5-ci dərsimizdir bugün dostlar və 4-cü əhdə baxacağıq və bugünkü dərsimizin adı Tanrının İbrahimlə əhdi. Yazın, Tanrının İbrahimlə əhdi. Deməli, Nuhdan danışdıq keçən səfər və başa düşürük ki, Tanrının Nuhla olan əhdi insanı günaha batmasından, düşməsindən heç cür saxlaya bilmirdi və Bibliya deyir ki, onlar yenə də öz bildiklərində dikbaş, yəni qürurda yaşamaqda, günahda davam edirdilər və Yaradılış 10-cu fəsil 32-ci bənd deyilir ki, Nuhun oğullarından xalqlar bütün yer üzündə yayıldı, yəni insanlar çoxalmışdı və nəticədə qərara gəlmişdilər ki, nəsə bir Allahlı eləsinlər və Babil qülləsi tikməyə qərara gəldilər. Və sonra gəlib çatırıq həmən 12-ci fəsilə, Yaradılış 12-ci fəsil, haradakı Tanrı İbrahimi çağırır və baxacağıq. Deməli, yazın ki, İbrahimlə əhd bu da şərtsiz əhddir və bu əhd gələcək tarixin heyrətamiz vəhidir Tanrıdan və orada çox böyük, dərin vədlər var və əslində qalsa həmən bu əhd böyük vədlərdən ibarətdir. İbrahimə, insanlara, xalqlara, bəzilərini oxuyaq, siz qeyd edin. Deməli, bugün başlayırıq Yaradılış kitabı 12-ci fəsil, 1-ci bənd və 2-ci bənd, 2-ci bənd oxuyaq və Tanrı İbrahimə deyir ki, səndən böyük bir millət törədəcəyəm. Sənə xeyir-dua verəcəyəm. Adını ucaldacağım. Bərəkət qaynağı olacaqsan. Bunlar vədlərdir və bunlar həmən bu əhdə daxildir. Sonra 5-incisi, sənə xeyir-dua verənlərə xeyir-dua verəcəm. Oldu, lənət deyənlərə lənətləyəcəklər. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq. Amin. Yenə də görürük ki, Tanrının istəyi odur ki, insanlara xeyir-dua versin və indi İbrahim vasitəsilə Yaradılış 13-15 bu da bu əhdin bir hissəsidir. Gördüyün bütün torpaqları əbədi olaraq sənə və nəslinə verəcəyəm. Yaradılış 13-cü fəsil 15-ci bənd. 16-cı bənddə nəslini yer qumu qədər çoxaldacağam. Yaradılış 15-ci fəsil 5-ci bənddə deyilir ki, Rəbb onu bayıra çıxarıb dedi ki, göyə bax, oradakı ulduzları saya bilərsənsə say və yenə də dedi ki, nəslin o qədər olacaq. Sonra açırıq Yaradılış 17-ci fəsil. 2-ci bənddə deyilir ki, əhdimi özümlə sənin aranda qoyacağım və nəslini lap çoxaldacağım. 4-cü bənd, mən səninlə əhd bağlamışam və sən çoxlu millətin atası olacaqsan. 7-ci bənd, həmən fəsildə, 17-ci fəsildə. Özümlə sənin və səndən sonraki nəslinin arasında əbədi əhd qoyuram ki, mən sənin və səndən sonraki nəslinin Tanrısı olacağım. Bax, bu da əhdin vacib hissəsidir və 8-ci bəndə qeyd edək, bütün Kənan torpağını əbədi mülk olaraq verəcəyəm və sənin nəslinin Tanrısı olacağım. Hə, gözəldir, deyilmi? Bax, bunlar təşkil eləyir İbrahimlə əhdi, yəni Rəbb ona deyir ki, sən başqaları üçün xeyir-dua olacaqsan, adını yüksəldəcəm, səndən böyük bir millət törədəcəm. Yəni, Tanrının məqsədi var burada, yenə də insanlara çatmaq, insanlara xeyir-dua vermək və əsas məsələ də odur ki, İbrahim bütün dünya üçün xeyir-dua olmalıdır. Və bu da baş verir o şeylə ki, İbrahimdən İsrail xalqı əmələ gəlir və İsrail xalqı
Tanrının xüsusi kanalına çevrilməli idi ki, ilahi vəhy olsun və biz bilirik ki, o xalqdan çıxırdı peyğəmbərlər. O peyğəmbərlər ki, Tanrı haqqında danışacaqlar və həmçinin də müqəddəs yazını yazanlar oldu. Yəni heyrətamizdir və ən ali xeyir dua bütün xalqlar üçün o idi ki, İbrahimdən gələn gələcəkdə övlad, xilaskar, qurtarıcı İsa Məsih oldu. Çox maraqlıdır. İbrahimin Tanrı ilə münasibəti o qədər yaxın idi ki, Tanrı ona deyir ki, sənə xeyir dua verənlərə xeyir dua verəcəm, sənə lənət deyənlərə lənət olacaq oldu və düşünürəm bu çox xüsusi münasibətdir. Həmçinin də İsraillə də Tanrının xüsusi münasibətləri var ki, o bax bunu, bu bəndi Yaradılış 12:3 bəyan edir. Oldu. Bir də deyirəm, bu əhd, İbrahimlə olan əhd, necə ki, Adəmlə və Nuhla şərtsiz əhddir və Tanrının məqsədi əlbəttə ki, İsrailə xeyir dua vermək və ilk özünü İsrailə açmaq və sonra da İsrail vasitəsilə qurtuluş gətirmək və həmçində İsrail xalqına vəd olunmuş torpaq verib ora gətirmək. Və bunu qeyd edin, hər bu vəd, hər bir bu məhsuliyyət Tanrının suveren qüdrətindən asılıdır. Oldu və yenə də insanın bacardığı ya bacarmadığından asılı olmayaraq Tanrının məqsədi yerinə yetəcək və bu gözəldir. Bunlar şəxsi vədlərdir ki, Tanrı İbrahimə etdi. Qərar verib Tanrı ki, İbrahim vasitəsilə bu şeyləri etsin. Bilirsiniz, Tanrı müəyyən edir ki, müəyyən insanları çağırsın. Çağırsın özünə və sonra da o xüsusi insanlar vasitəsilə bütün dünyaya xeyir dua versin. Oldu. Tanrı o qədər yaxşıdır ki, və bunu qeyd edin, bir də istəyirəm yadınızda qalsın ki, İbrahimlə əhd fikrinizə gələndə və yaxud adı çəkiləndə biləsiniz ki, bu xeyir dua vədidir, bir də qurtuluş vədidir. Və bayaq dediyimiz kimi İsa Məsih bunu yerinə yetirəcək ki, bütün insanlar xeyir dua alsın və Həvarlənişləri 3:21 deyilir ki, bir gün gələcək ki, hər şey bərpa olacaq. Beləliklə, 12-ci fəsildə Yaradılış 12 İbrahimin dəvət edilməsi, çağırır onu Rəbb, ondan başlayır ki, insan tarixində yeni mərhələ başlayır. Oldu. Keçən dərsdə biz danışdıq Nuh haqda. Nuh hələ bil ki, Adəmin praobrazı deyək, oldu. Və indi elə bir praobraz İbrahimdir. Ondan böyük bir millət doğulmalıdır. Onun vasitəsilə xeyir dua gələcək oldu bütün yer üzünə. Çünki əslinə qalsa Tanrının məqsədi odur ki, öz niyyətini yerinə yetirsin, oldu. Yaradılışdan, yəni Rəbb təslim olmur. Bizim tərəfimizdən şeylər əmələ gəlmir, yerinə yetirə bilmirik. Ancaq Tanrı təslim olmur və onun istəyi xeyir dua verməkdir. Yaradılış 1:28, Efeslərə 1:3 və 4. İndi necə ki, Eden bağında insanlar seçim qarşısındadır. Bax, indi də onlar seçim qarşısındadır ki, bax, Tanrının xeyir duasının üzərində gəzdirən İbrahimə münasibət nədir? Və həmçinin də Tanrının planına münasibətim nədir? Oldu. Bu, hələ bizim taleyimizi həll edir. Və onun üçün də 12-ci fəsil Yaradılış 3-cü bənd deyir ki, ya xeyir dua olacaq, ya da lənət. Sual, niyə İbrahim? Müqəddəs yazı bizə göstərir ki, o iman qəhrəmanıdır və ona görə yox ki, onun müəyyən dahi hərəkətləri vardı, iman hərəkəti. Ancaq ona görə ki, onun bütün həyatı iman nümayişi idi. Oldu. Oxuyanda görürük ki, o imanla başlamışdı
imanla yaşayırdı və elə öz yolunu da imanla bitirdi. Və onun haqqında çox gözəl bənd var. Bunu yazan tələbələr Yaradılış 15:6 deyilir ki, İbrahim Tanrıya iman etdi və Tanrı da onu buna salihlik saydı. Oldu. İbrahim Tanrıya tam şəkildə etibar edirdi və Nuh kimi nə deyilmişdisə yerinə yetirirdi. Ki, nəyə dəvət edilmişəmsə onu tam şəkildə yerinə yetirəcəm. Bilirsiniz dostlar, hər gün ki biz Tanrını axtarırıq və daimə Tanrını gözləyirik, böyük fədakarlıq etmədən, yoxdur da, adi gündür, ancaq yenə də mən Tanrıdan gözləyirəm. Bax, böyle özü imanın göstəricisidir. Olduğu ki, mən yaşayıramsa, Tanrı ilə yaşayıram, Tanrıda intizardayam, axtarıram onun iradəsini, fikrini, sözünü bugünə. Bax, bu elə imanın nümayişidir. Bax, İbrahim də belə yaşayırdı. Yəni, onun həyatı elə o yüksək, o görünən bir parçalarda sitat yetiririk. Günlərdən ibarət deyil oldu. İsaqı qurban gətirdi və yaxud çıxdı öz evindən, Tanrı deyən kimi öz torpağından. Bunlar böyük şeylərdir. Amma o hər gün, gündəlik, yəni Tanrıdan asılacaq, həm intizarda, həm onu axtararaq yaşayırdı. Və ki, Tanrının vədi baş versin, İbrahim əlbəttə ki, Tanrının dəvətinə hay verməliydi. Və bunun üçün də köhnə həyat tərzini qoymalıydı qırağa və Bibliyada görürük ki, onun yeri çox rahat idi, artıq varı, dövləti, öz yerini tutmuşdu, oldu. Amma indi Tanrı deyir ki, yeni torpağa aparıram səni və köhnə həyatı qoyub kənara getdi yeni torpağa, o torpağı ki, Tanrı ona göstərdi. Və bunu qeyd edə bilərik ki, İbrahimin həyatı Tanrıdan tam aslı olan bir həyatdır. Amin. Və bunun üçün də çox gözəl sözlər yazılıb. Gəlin açaq. Yaradılış 17:1. Rəbb İbrahimə deyir ki, İbrahim 99 yaşında olanda Rəbb ona görünərək dedi, Külli ixtiyar Tanrı mənəm. Mənim yolumla get və kamil ol. Görürsünüz, 99 yaşında. Ümidimiz böyükdür. Bizim neçə yaşımız var? Sizin neçə yaşınız var? Hərdən düşünün ki, həyat keçdi. Daha mənimki getdi. Xeyr. Bilin ki, Tanrı sizi 99 yaşında da çağıra bilər. Oldu. Və daha çox. Bu insan yaşayıb öz zövcəsi ilə evladsız. Və indi 99 yaşında Tanrı deyir ki, əhdimi özümlə sənin aranda qoyacam və nəslini lap çoxaldacam. Yəni, buna inanmaq lazım, qəbul etmək lazım. Və başa düşürük ki, müqəddəs yazını oxuyanda başa düşürük ki, bu Tanrının iltifatını, ya diqqətini, ya yaxşılığını o kəslər alırdı ki, kim Tanrının qarşısında gəzirdi. Oldu, maraqlı idilər. Bu sözü də burada deyir ki, mənim yolumla get. Yəni, gözümün qabağında ol, kamil ol. Düşünürəm ki, elə Tanrı insanlardan bugün bunu gözləyir. Ki, onlar Tanrının yolu ilə getsinlər. Tanrının gözü qabağında olsun ki, Tanrı onların həyatının mərkəzində olsunlar. Amin. Və belə olsa, yəni Tanrının yolu ilə getsək, onda salihlik də olacaq, qüsursuzluq da olacaq. Nə yadınıza düşür? Nuh, yadınızda da keçən səfər dedik. Və belə insanlarla Tanrı əhd bağlamaq istəyir. Və bu dəfə bu əhd belə idi. Əhdin mahiyyəti budur. Bu da Yaradılış kitabı 17-ci fəsil 7-ci bənddə yazılıb. Yəni, bayaq oxuduq ki, İbrahimə nələr demişdi. Amma bax, ən əsas vacib an budur. Deyilir ki, özümlə sənin və səndən sonradakı nəslin arasında əbədi əhd qoyuram. Bu da əbədi əhddir olduğu yəni. Mən sözümü deyirəm və bu daimi sizin üçündür ki, mən sənin və səndən sonradakı nəslin Tanrısı olacaq. Ay, nə gözəl. Tanrı deyir ki, mən sizin Tanrınız olmaq istəyirəm. Oldu. Və siz gələk bunu tanıyasınız. Bu həmən əbədi əhd ondadır ki,
mən sizin tanrınız olacağım və sonraki nəsillərin də tanrısı olacağım. Məncə bu əsas məqsəddir ki, necə münasibətlərdə, Tanrı insanlarla münasibətlərdə çalışır ki, başa düşsünlər ki, mən sizin tanrınızam. Bu dəfələrlə təkrar olunur müqəddəs yazıda. Çıxış kitabı 6-7, Ezekil 36-28, Zəkkariya 13-9 deyir ki, mən sizin tanrınız olacağım, siz də mənim xalqım olacaqsınız. Və necə ki, Nuhla əhd bağlayanda əlamət var idi, bu əhdə əlamət sünnətdir. Əhdi bağlayandan sonra Tanrı deyir ki, həmən bu Yaradılış kitabı 17-ci fəsil 10-cu bənd, deyir, mənim səninlə və səndən sonraki nəslinlə bağladığım, sizin əməl edəcəyiniz əhdin əlaməti budur. Maraqlıdır, necə Tanrı əlamət də qoyur. Qoy aranızda olan bütün kişilər sünnət olunsun. Oldu dostlar, bax sünnət o vaxtdan başlayırdı və 99 yaşında olan İbrahim sünnət olmalıydı ki, həmən bu əhdi dəstəkləsin. Oldu. Və 11-ci bənddə deyilir ki, sünnət ətinizi kəsin, bu mənimlə sizin aranızda olan əhdin əlaməti olacaq. Heyrətamizdir. Çox maraqlıdır bu. Necə ki, göy qurşağı Nuhla qoyulmuşdu, Yaradılış 9-13, bax burada da elə. Bilirsiniz, bunu da demək istəyirəm, bu da vacib bir parçadır. Keçmişdə, qədim zamanlarda əgər iki tərəf bir-biri ilə əhd bağlayırdısa və nəsə danışırdı, razılığa gəlirdilərsə, onda belə bir təcrübə var idi. Heyvanı iki hissəyə bölürdülər. Və bu haqda, yəni, əhdi bağlamaq üçün müəyyən mərasim də baş vermişdi. Yaradılış 15-ci fəsildədir bu. 9-cu bənddə. Rəbb İbrahimə deyir ki, mənim üçün bir 3 yaşlı buğa, bir 3 yaşlı keçi, bir 3 yaşlı qoç, həmçinin də bir qümru və bir göyərçin balası gətir. 10-cu bənd deyir ki, İbrahim bunların hamısını götürüb kəsdi və iki hissəyə ayırdı. Oldu. İki nədir? Birinci dərsdə demişdik ki, iki tərəf məsuliyyətdədir. Oldu bu əhdə. Və sonra nə deyilir? İki hissəyə ayırdı. Hər hissəni o birinin qarşısına qoydu. Ancaq quşları iki hissəyə ayırmadı. 12-ci bənddə deyilir ki, günəş batan vaxtı İbrahimə dərin yuxu gəldi. Birdən onun üzərinə dəhşət və qatı qaranlıq çöktü və Rəbb İbrahimə dedi ki, yəqin bil ki, nəslin yad ölkələrdə qərib olacaq, orada olan millətə köləlik edəcək və onlar 400 il zülm çəkəcək. Misirdə olan peyğəmbərlikdir. Ancaq sonra deyir ki, 14-cü bənddə, onların köləlik edəcəkləri xalqın özüm cəzalandıracağam. Bundan sonra onlar böyük əmlakla oradan çıxacaqlar. Yəni, maraqlıdır ki, deyilir ki, Tanrı İbrahimə dərin bir yuxu verdi. Bilirsiniz, bu da onu göstərir ki, əhd bağlayanda heç Tanrı İbrahimdən gözləmirdi heç bir vədi. Bilirsiniz, o iki hissəni kəsib qoyanda insan gərək hər kəs o tərəfləri təmsil edən, keçməli idi. O parçalanmış heyvan arasından solsaq, oldu keçməliydi o yana ki, mən götürürəm öhdəlikliyi. Amma burada deyilir ki, İbrahimə bərk yuxu gəldi, oldu. Yəni, Tanrı onun tərəfindən heç bir vəd, heç bir söz vermə istəmirdi, oldu. İbrahim keçməməli idi bu kəsilmiş heyvanların arasından. Və Tanrı deyir ki, həmən gün Rəbb 18-ci bənd. Bu 15-ci fəsildədir. 15-ci fəsil 18-ci bənddir. O gün, həmən gün Rəbb İbrahimlə əhd bağlayıb dedi. Misir çayından böyük Fərət çayına qədər uzanan bu torpaqları sənə verirəm. Oldu 19, 20, 21. Bu qədər dostlar. Bu çox maraqlıdır. Tanrının İbrahimlə vədi. Oldu yenə də. İbrahim Tanrı'ya iman etdi, bu ona salihlik sayıldı. Bu insan qərar verir ki, Tanrı'nın yolu ilə getsin, oldu.
və Tanrı ona vədlər verir. Səndən böyük bir millət törədəcəm, sənə xeyir dua verəcəm, adını ucaldacağam. Sən olacaqsan bərəkət qaynağı başqa xalqlar üçün, bütün dünya üçün. Sənə xeyir dua verənlərə xeyir dua verəcəm. Yer üzünün bütün tayfaları sənin vasitəsində xeyir dua alacaqlar və özümlə sənin və səndən sonraki nəsillərin arasında əbədi əhd qoymuşam ki, mən sənin və səndən sonraki nəslinin Tanrısı olacağam. Bu çox vacibdir. Oldu, bax, bu əhd haqda düşünəndə düşünün ki, Tanrı deyib ki, mən sizin Tanrınız olacağım. Amin. Bunun için de İsa Mesih geldi. İsa Mesih geldi ki her şeyi bərpa etsin. Düşmüş insanı qaytarsın Tanrıya. Ki indi insan Tanrı ilə münasibət qursun. Və necə ki İbrahim Tanrının yolu ilə gedə bilsin. Gözləri qabağında gəzə bilsin və kamil olsun. Amin. Rəbb sağ xeyir dua ver. Bu sözlərə, bu fikirlərə minnətdarıq bu saata görə. Sənin müqəddəs adından dua edirik. Amin.